Bu ilin avqustunda Alyaskada keçirilən Trump-Putin görüşündən sonra Moskva ilə Vaşinqton arasında münasibətlərin istiləşməsinə dair ümidlər yaransa da, son günlər ABŞ tərəfinin Tomahawk qanadlı raketlərinin Ukraynaya mümkün göndərilməsi ilə bağlı açıqlamaları iki ölkə arasındakı münasibətləri yenidən gərginləşdirib. Tomahawk mövzusu hətta Rusiya hakimiyyəti daxilində Vaşinqtonla münasibətlərin inkişaf perspektivlərinə dair fikir ayrılığı da yaradıb. Belə ki, Kreml ilə Rusiya Xarici İşlər Nazirliyi arasında Alyaska görüşünün nəticələri ilə bağlı ictimaiyyətə bir-birinə zid məlumatlar verilib. Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov Alyaska görüşündən sonra Ukrayna nizamlanması ilə bağlı ABŞ ilə əldə olunan razılaşmaların impulsunun tükəndiyini açıqlasa da, Putinin köməkçisi Yuri Ushakov onu təksib edərək Ankoricin impulsunun tükəndiyi barədə iddiaların kökündən yanlış olduğunu söyləyib. Kreml rəsmisi Alyaskada əldə olunan razılaşmaların sülhdə maraqlı olmayan Avropalılar və Kiyev tərəfindən bəyənilmədiyini bildirib. Trump'ın münaqişəni həll etmək mümkün olmasa Kiyevə Tomahawk raketlərini verəcəyəm açıqlamasına ilk reaksiya Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevdən gəlib. O, Tomahawk raketlərinin Ukraynaya göndərilməsi hamı xüsusilə Trump üçün pis sonlana bilər bəyanatını verərək ABŞ prezidentini təhdid edib. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov isə Medvedevin açıqlamasına həqiqətən də Tomahawk kimi mürəkkəb raketlərin idarə edilməsi bu və ya digər şəkildə Amerikalı mütəxəssislərin iştirakını tələb edəcək. Bu açıq-aydın faktdır. Medvedev də bunu öz bəyanatında qeyd edib. İstənilən ekspert bunu mükəmməl başa düşür, deyə aydınlıq gətirib. Rusiyada hesab edirlər ki, Trump'ın son bəyanatı konkret siqnal və ya təzyiq cəhdi deyil. Onun qətiyyətli münasibətinin nümayişidir. Bu, Rusiyaya təzyiq vasitəsi kimi də qiymətləndirilə bilməz. Надо сказать, что президент Tramp славится своей непредсказуемостью. Prezident Trump proqnozlaşdıra bilməyən siyasətçi kimi məşhurdur. Bu onun stilidir. Rəsmi Moskva hesab edir ki, Alyaska görüşünün ruhu tükənməyib, qüvvədədir. Məncə rəsmi Moskva Trump'ın məlum açıqlamasını deyilmiş söz kimi qəbul edir. Onun praktikada bunu tətbiq edəcəyinə inanmır. Rusiyalı hərbi ekspert Tomahawk raketlərinin xarakteristikasından da danışıb. Bildirib ki, yüksək dəqiqlikli bu silah həm də nüvə başlığı daşımaq imkanına malikdir. Дальность удара от 1,5 до 2,5 километров. Tomahawk raketlərinin zərbə məsafəsi 2500 kilometrə qədərdir. Bu raketlər olduqca çətin hədəfdir. Rusiyanın arsenalında olan silahlarla bu raketi vurmaq olar. Burada əsas nüans Tomahawk raketlərinin ikili təyinatlı olmasıdır. Belə ki, bu raketlər nüvə döyüşü başlığı da daşıya bilir. İkinci məqam isə Ukraynalıların sərbəst şəkildə bu raketləri istifadə edə bilməməsidir. Bu raketləri hədəfə ya Britaniyalı, ya da Amerikalı hərbiçilər istiqamətləndirə bilər. Əgər Ağ Ev Tomahawkların göndərilməsi barədə qərar qəbul etsə, bu silahlarla bərabər Amerikalı hərbiçilər də Ukrayna ərazisinə gələcəklər. Rusiyada hesab edirlər ki, Amerikalı hərbiçilər tərəfindən Tomahawk raketlərinin Rusiya ərazisinə atılması beynəlxalq hüquq normaları cəhətdən kasus belli, yəni müharibə səbəbi kimi qəbul olunacaq. Хотелось бы, чтобы президент Трамп, будучи приверженный... İstərdik ki, Trump sülh tərəfdarı olan prezident kimi bu addımın risk və təhlükəsini ölçüb bitsin. Çünki Tomahawkların Kiyevə tədarükü ikinci Karib böhranının təkrarlanması olacaq. Lakin bu dəfə başqa səviyyədə eskalasiya olacaq. Çünki ötən əsrin 60-cı illərindən fərqli olaraq indiki silahların effektivliyi dəfələrlə artıb. Rusiya nüvə nəhəngidir. Ümid edirik ki, Trump Alyaskada Putinlə əldə olunan razılaşmalara sadiq qalacaq. Ekspertlərin fikrincə Rusiya Vaşinqtonun Kiyevə Tomahawkları vermə senarisini də nəzərdən keçirir. Bu senarinin reallaşması isə Moskvanın əl qolunun açılması anlamına gəlir. Yəni, nüvə başlığı daşıya bilən bu Tomahawklara, bu raketləri Rusiya ərazisinə istiqamətləndirən Amerikalı hərbiçilərə Moskva da adekvat, yəni nüvə arsenalından istifadə etməklə cavab verəcək. Fərid Əkbərov, İTV Xəbər, Moskva.